Kürdəmir rayon Söyüdlər kənd sakini Füzuli Əsgərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamada və tərkibində narkotik maddələr olan bitkiləri becərməkdə ittiham edilir. Məhbusun qardaşı Vaqif Əsgərov isə qardaşının şərləndiyini bildirir. O deyir ki, 28 may 2013-cü ildə evdə birinci dəfə axtarış aparılan zaman heç bir narkotik maddə tapılmayıb. Əməliyyatçılar qardaşlarının torpaq sahəsindən 700 metr aralıda, bələdiyyə torpağında çətənək yolu aşkarlayıblar. Çətənək yolu onlara məxsus ərazidə olmayıb. Amma ikinci dəfə axtarışa gələn əməliyyatçılar evdən bir çamadan çətənək yolu tapıblar. Kənddə qalan polislərdən bir qismi Füzulun əvvəl atası sağlığında olmuş evdə qalırlar. Gecə orada qalırlar. Sabahsı günü, deməli ki, 29-u, deməli 2013-cü tarixdə polis rəhbərinin işçiləri və bir də Füzuli yenidən Söyüdlər kəndinə gəlirlər. Balaca bir otağa girdilər. Otağa girəndə otağın ortasında qəhvə çamadanın içərisində çətənək yolu aşkar olundu. Bu çətənək yolu aşkar olanda qardaşımın dili ilə desək, Füzuli həddindən çox həyəcanlandı və dedi ki, mənim evimdə yatasan, evində qalasan, uşağım sənə qulluq eləyə, çörək eviriyə. Sonra mənim qoluma qandal vurub cəmaat içərisində biabır edəsən. Sözlərim deyərək, pilləkəndən düşərək, bərkdən çıxıraq, bu mənim malım deyil, bunu mənim evimdə axşam kim qalıb, onlar təşkil edib. Həmin evdə polis qalmışdı. İşə baxan Lənkəran Ağır Cinayətlər Məhkəməsi Füzuli Əsgərova 10 il 6 ay həbs cəzası verib. Vaqif Əsgərov deyir ki, məhkəmə baxışı zamanı 28 mayda evdə aparılan axtarış sənədlərdə qeyd olunmayıb. Həmin gün qardaşından alınan ifadə də ittiham haqqında yazılmayıb. Əməliyyat saat 5-də qurtarsa da, həmin gün ekspertizanın rəyi alınıb. Saat 17-də, deməli ki, Söyüdlərdə başlayan əməliyyat Kürdəmirdə qutardı. Həmən deməli ki, qutaran zamanı ekspertin rəyi də şübhə doğurur. Ona görə ki, saat deməli ki, 17-də iş vaxtı deməli ki, Kürdəmirdə əməliyyat qutarırsa, işin qutarmağına 1 saat qalmış. 1 saata kimi Kürdəmirdən Bakıda 192 kilometrdir. Həmən saat ərzində hansı sürətlə ekspert ona rəy verə bilərdi? Füzuli Əsgərov Söyüdlər kənd orta məktəbində laborant işləyib. O, neft texnikumunu bitirib. Qardaşı deyir ki, onun adına heç bir mülkiyyət yoxdur. Füzuli Əsgərov işdən sonra maldarlıqla məşğul olaraq 4 övladını dolandırıb. Onun əvvəlləri məhkumluğu olmayıb. Hazırda iş Şirvan Apellyasiya Məhkəməsində davam edir. Vaqif Əsgərovun isə yeganə narahatlığı qardaşının kimin sifarişi ilə həbs edilməsini bilməməyidir. Dedim ki, Füzulunu tutmuşsunuz, nə əsasən Füzulunu? Dedi, Füzuli haqqında Daxili İşlər Nazirliyinə ərizə daxil olub, ərizə əsasında biz gəlmişik həmən ərizə ilə işi yoxlayıb araşdırmağa. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Meydan TV-yə bildirib ki, onlara Füzuli Əsgərovla bağlı şikayət ərizəsi yazanın kimliyini əməliyyat sirri olduğuna görə açıqlaya bilməzlər. Əməliyyat məlumatı açıqlanmıraq. Əməliyyat məlumatı daxili işlər orqanlarına daxil olandan sonra onun əsasında tədbir keçirilir və bu belə olur. Amma da əməliyyat məlumatı açıqlamaq bu qanunla əlbəttə qadağan. Əsgərovlar ailəsinin evə bir çamadan çətənək yolunu polislərin yerləşdirdiyi iddiasına gəlincə, Ehsan Zahidov dəstək yazdı.